Bu diyarda həm tarix, həm mif, həm də bugünün nəfəsi duyulur. Amma nə qədər müasir görkəm alsa da, yenə də keçmişin ruhu öz sözünü deyir. Təbii və tarixi memarlıq abidələri bu torpağı unikal bir bölgəyə çevirib. Tarixi dini abidələr isə hər gün onları ziyarət edən yüzlərlə insanı ofsununa salır. Bu sehri yaşayanlar kəşflərin ardınca yenə onu görməyə gəlir. Bu diyar minilliklərlə formalaşıb. Onun əzəmətli dağları, sıldırım qayaları və özünə məxsus bir təbiəti var. Burada bəşəriyyətin böyük bir tarixi yatır. Bura Azərbaycanın ecazkar diyarı olan Naxçıvandır. Salam Naxçıvan. Qədim Azərbaycan torpağı olan Naxçıvan yer kürəsində həyatın başlandığı ilk insan məskənlərindən biridir. Dünyanın ən qədim mədəniyyət mərkəzlərindən olan bu diyar Azərbaycanın digər bölgələri kimi qədim şərq sivilizasiyaları ilə sıx bağlıdır. O, zəngin tarixi, elmi və mədəni irsə sahibdir. Təbiəti isə insanlarda heyranlıq hissi yaradır. Naxçıvan sözünün mənşəyini alimlər müxtəlif cür izah edirlər. Xalq etimologiyasına və bəzi tarixi qaynaqlara görə Naxçıvan Nəqşi-Cahan, yəni dünyanın naxşı, dünyanın bəzəyi sözlərindən yaranıb. Xalq arasına geniş yayılan digər bir rəvayətə görə Naxçıvan toponimi Nuh peyğəmbəri ilə bağlıdır. O, Nuhçuvan, Nuhun diyarı deməkdir. Nuh peyğəmbəri ilə bağlı bu bölgədə çox şey var. Bu tək dağ ya abidə ilə bitmir. Azərbaycanda o cümlədən Naxçıvan əhalisi arasında qədim abidələr və antik mallarla bağlı Nuh əyyamından qalma, yəni Nuh peyğəmbərindən qalma ifadəsi də çox məşhurdur. Əmir Teymurun qoşunlarına qarşı 14 ilə qədər qəhrəmancasına mübarizə aparan Əlincə qalası, adı Nuh peyğəmbərin əfsanəsi ilə bağlı Gəmiqaya qədim yaşayış məskəni və eramızdan əvvəl 3-cü 1-ci minilliklərə aid qayaüstü rəsmlər, 4 fəsli bir arada görəcəyiniz Göygöl möcüzəsi, müqəddəs kitab Quranda adı çəkilən, inançlı insanların ziyarətgahı olan, ibtidai insanların yaşayış məskəni sayılan dini mədəni abidə əfsanəvi Əshab-ı Kəhf mağarası, Kiçik Qafqazın ən hündür zirvəsi Qapıcıq, Nuhun gəmisinin zirvəsini 2 yerə böldüyü Haçadağ, qədim kəndlər, şərq nağıllarına bənzəyən şəhərlər, bol sulu şəlalələr, göz oxşayan məşhur göllər, hər biri sənət əsəri sayılan abidələr Naxçıvanı nəhəng bir turizm bölgəsinə çevirib. Naxçıvana səfər eləyəndə onu kəşf eləmək üçün sizə ən azı bir həftə lazımdır. Naxçıvan bölgəsinə paytaxt Bakıdan təyyarə ilə gedə bilərsiniz. Bu təxminən 1 saat 20 dəqiqəlik yoldur. Təyyarədən düşən kimi sizi qədimliklə müasirliyin harmoniyasının ofsunu ağuşuna alacaq. Bölgənin qədim tarixi abidələri isə mərkəzdən o qədər də uzaqda deyil. İlk olaraq şərq memarlığının incisi sayılan, bütün şərqdə məşhur olan Naxçıvan Memarlıq Məktəbinin banisi, böyük sənətkar və mütəfəkkir alim Əcəmi Naxçıvaninin şah əsəri Möminə Xatun türbəsini ziyarət edə bilərsiniz. 12-ci əsrə aid türbənin əfsanəsi, romantik hekayəsi, memarlığı sizi vale edəcək. Bu abidə UNESCO-nun ilkin siyahısına daxil edilib. UNESCO-nun irs siyahısına namizəd olan daha bir abidə Kəngərli rayonunda yerləşən Qarabağlar türbə kompleksidir. Bu möhtəşəm əsər dünya əhəmiyyətli abidədir. Memar Əhməd İbn Əyyub Əl-Hafiz Naxçıvaninin 2 əsəri günümüzə qədər gəlib çıxıb. Onlardan biri Qarabağlar türbəsidir. O, şərq memarlığının ən gözəl nümunələrindən biri sayılır.
Naxçıvanda bir neçə türbə var ki, memarlığına görə onlar insanlarda heyranlıq hissi yaradırlar. Belə abidələrdən biri də Qarabağlar türbəsidir. 12-14-cü əsrə aid bu abidə Naxçıvanın Kəngərli rayonunun Qarabağlar kənd ərazisində yerləşir. Abidə 3 hissədən ibarətdir. Qoşa minarə, ona bitişik bina, həmin bina əvvəllər karvansaray, sonra mədrəsə, indi isə muzey kimi fəaliyyət göstərir və nəhayət türbə hissəsi. Qarabağlar türbəsi orta əsrlər memarlığının şahəsəri hesab edilir. Minarələri bir-birinə bağlayan başdağ isə 14-cü əsrə aiddir. Başdağın üzərində Elxani hökmdarı Hülakü xanın xanımı Cahan Quti xatunun adı yazıldığından onun Quti xatunun şərəfinə tikildiyi güman olunur. Sarayda böyük nüfuza malik olan Quti xatun ağlı və bacarığı sayəsində dövlətin idarə olunmasında iştirak edib. Daş kitabədə adı çəkilən Quti xatun mənbələrdə Qutul xatun kimi də adlandırılır. Hazırki vəziyyətdə hündürlüyü 16 metrə çatan Qarabağlar türbəsində qülləvari türbələrin əsas xüsusiyyətləri əks olunub. Daş kürsülü üzərində dəstə şəklində birləşən 12 yarım silindrik çıxıntı Qarabağlar türbəsinin yerüstü kompozisiyasını əmələ gətirir. Çıxıntılar divarın ümumi həcmini azaltmaqla yanaşı, türbəyə qala əzəməti verir. Türbənin yeraltı sərdabəsinin divarları daşdan, günbəzləri isə kərpicdən hörülüb. Türbənin səthi qırmızı və firuzəyi kaşılı kərpiclərlə inşa olunub. O həndəsi ornamenti xatırladan kitabələrlə bəzədilib. Qarabağlar türbəsinin konus şəklində olan yuxarı günbəzi və müvafiq kitabələri dağıldığından türbənin tarixini dəqiq təyin eləmək çətindir. Lakin bütün araşdırmalar türbənin 14-cü əsrin əvvəllərində inşa olunduğunu göstərir. Abidə 2003-cü ildə əsaslı bərpa olunub. Naxçıvana səyahət eləyəndə onlarla türbəni görmək şansınız olacaq. Bu abidələr tək qəbrüstü tikili deyil, onlar həm də memarlıq nümunələridir. Bəziləri isə əsl sənət əsərdir və onlar dünya əhəmiyyətli abidələrdir. Gördüyünüz bu abidə Naxçıvanın Culfa rayonunun Gülüstan kənd ərazisində yerləşir. O, Gülüstan türbəsi adlanır. Bəzi mənbələrdə onu kəsik günbəz kimi də təqdim edirlər. Üzərində daş kitabə tapılmayıb, amma mütəxəssislər memarlığına görə onu 12-13-cü əsrlərə aid edirlər. Türbə 2 hissədən ibarətdir. Sərdabə və türbə hissəsi. Gülüstan türbəsi Naxçıvan memarlığının ən parlaq nümunələrindən biri sayılır. Naxçıvanda memarlıq quruluşu, özünə məxsus xüsusiyyətləri ilə diqqəti cəlb edən xatirə abidələrdən biri olan Gülüstan türbəsi Araz çayının sol sahilində inşa edilib. Gülüstan türbəsinin tikilmə tarixi məlum olmasa da, memarlıq xüsusiyyətlərinə görə onun 12-ci əsrdə inşa olunduğu ehtimal olunur. Bəzən kəsik günbəz kimi xatırlanan ornamentlərinin müxtəlifliyinə, naxışlarının rəmzi məna daşımasına, memarlıq quruluşuna görə Gülüstan türbəsinin orta əsr Azərbaycan memarlıq abidələri içərisində xüsusi yeri var. Yuxarı hissə 12 üzlü qüllədən ibarətdir. Onun divarları gəclə suvalı. Türbənin üzərində yaradılan taxçaların içərisi incə naxış və ornamentlərlə doldurulub. Bu naxış və ornamentlər 1186-cı ildə
Naxçıvan şəhərində inşa edilən Möminə Xatun türbəsinin ornamentləri ilə çox oxşardı. Gülüstan türbəsi 2015-ci ildə bərpa olunub. Culfa rayonu ərazisində daha bir türbə diqqətinizi özünə cəlb edəcək. Neymi türbəsi. Xanəgah Neymi türbəsi həm də Əlincəçay xanəgahı kimi tanınır. Culfa rayonunun Xanəgah kəndində yerləşən orta əsrlərə aid memarlıq abidəsi dağın döşündə kiçik bir meydançada Əlincə qalasının yaxınlığında yerləşir. Bu kompleks türbədən və bitişik məscid binasından ibarətdir. Türbənin 1339-1401-ci illərdə yaşayan Hürufili təriqətinin əsasını qoymuş məşhur mütəfəkkir və şair Fəzlullah Neyminin məzarı üzərində yaradıldığı güman olunur. Deyilənə görə Fəzlullah Neymi 1394-cü ildə Əlincədə Teymurilər tərəfindən qətlə yetirildikdən sonra müridləri onun cənazəsini burada dəfn ediblər. Xanəgah uzun müddət orada fəaliyyət göstərən dərvişlərin yaşayış, ibadət və zikr yeri olub. Əsas məqsədi kamil insan yetişdirmək olan xanəgahlara Azərbaycanın müxtəlif bölgələrində rast gəlmək olur. Sufizm məktəbi insanları təmizliyə, sevgiyə, ədalət və mərhəmətə səsləyirdi. Qədim dövrlərdən yolunu Naxçıvandan salan məşhur səyyahlar bu torpağı ziyarətgah, cənnətin bir parçası adlandırıblar. Naxçıvanda hətta cənnət yaylağı deyilən yer də var. Batabat gölünü isə cənnətin bir parçası adlandırırlar. Bu göl o qədər saf, təmiz və mənzərəlidir ki, ondan göz çəkmək çox çətindir. Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda, tək Naxçıvanda deyil, ümumən Azərbaycanda məşhur olan bir göl var. Adı da Batabat gölüdür. Arxamda gördüyünüz bu göl məhz həmin göldür. Əslində onların sayı 3'dür. İkisinin özəlliyi ondan ibarətdir ki, onların ortasında ada var. Və bu adalardan birinə Üzən ada deyirlər. Üzən ada otlardan və torflardan ibarətdir. Siz onu birazdan görəcəksiniz. O ki qaldı, bu dəniz səviyyəsindən 2424 metr yüksəklikdə yerləşən Batabat gölünə, onun ətrafında mineral tərkibli bulaqlar da var. Bura gələndə o bulaqların suyundan da mütləq yararlanır. Uçqun və sürüşmədən yaranan şirin sulu Batabat gölü Naxçıvan çayının başlanğıc götürdüyü mənzərəli Alp çəmənliklərinin əhatəsindədir. Yerli sakinlər onu göy üzünün yerə düşən parçası kimi vəsf edirlər. Gölü canlı görəndə siz də bu bənzətmənin şahidi olacaqsınız və bu sizi biraz da ofsunlayacaq. Gölün unikal cəhətlərindən biri də ortasında olan valehedici adanın olmasıdır. Müxtəlif quşlar yuva qurduğu ada ətraf mühitin ekosistemini dəyişərək gölə xüsusi gözəllik və cazibə qatıb. Gölün ətrafında yerdən qaynayan bulaq mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur. Bu təbiət gözəlinin seyrinə gələnlər mütləq suyun dadına baxırlar. Su istənilən fəsildə çox soyuqdur. Hətta isti yay fəslində su o qədər soyuq olur ki, bir neçə saniyə belə suda əl saxlamaq çətindir. Ərazinin təbii gözəlliyi və gölün Naxçıvan şəhərinə yaxın məsafədə yerləşməsi, bura gün ərzində onlarla yerli və xarici turistin gəlməsinə əla şərait yaradır. Batabat gölünə aid olan digər göl əsas göldən çox da uzaqda deyil. Məhz o göldə mövcud olan ada Üzən adadır. Torflardan və otlardan ibarət olan ada suyun dibinə bağlı deyil.
Bu səbəbdən də külək onu müxtəlif istiqamətlərə hərəkət etdirir. Yəni məhz küləyin sayəsində ada üzür və istiqamətini dəyişir. Gün batan vaxtı adanı seyr eləmək sizə inanılmaz zövq verəcək. Batabat gölünə aid olan 3-cü göldə isə ada yoxdur. Lakin o da gözəlliyi ilə heç də o biri göllərdən geri qalmır. Kiçik və sadə estakada ilə gölün ortasına kimi gedib, onun gözəlliyindən həzz ala, hətta fotosessiya da edə bilərsiniz. Şahbuz rayonunda təbiət dağ kəndlərinə doğru getdikcə cazibəsini daha da artırır. Yol boyu bu təbiət mənzərəsini seyr eləmək və ona aşiq olmamaq mümkün deyil. Bu dağlara, bu yaşıllıqlara baxmaq, bu hava ilə nəfəs almaq adamın ömrünü uzadır. Bu yerlərin havası kimi suyu da faydalıdır. Şahbuz dağ kəndi olan Kükü bölgənin təbiətinə görə ən məşhur kəndlərindən biri, bəlkə də birincisi sayılır. Bu kənd çox koloritli, mənzərəli, bol yaşıllığı olan turistik kənddir. Bura Naxçıvanın Şahbuz rayonunun ən gözəl, ən səfalı kəndlərindən biri olan Kükü kəndidir. Bu kəndin adının mənası Gürsulu və yaxud da çay sahilində yerləşən kənd kimi yazılır. Kənd dağların əhatəsində, demək olar ki, dağların tam ortasında yerləşir və buranın çox gözəl bir kənd ab-havası var. Şahbuz rayonuna gələndə mütləq bu kəndin seyrinə gəlin. Kükü kəndi Dərələyə silsiləsinin cənub-qərb yamacındadır. Kənd ərazidən axan eyni adlı çayın adını daşıyır. Kəndi gəzdikcə onun ab-havası ruhunuzu oxşayacaq. Yaşı 500-ü keçən qocaman qoz ağacları isə kəndin simvoluna çevriliblər. Naxçıvan şəhərindən təxminən 50 kilometr məsafədə olan Kükü kəndi haqqında danışanda bir çoxların nəzərində Gürsulu, bumbuz bulaqlar, yaşıl çəmənlər, bir də yaraşıqlı dağlar canlanır. Kəndin ərazisində onu əhatə edən Kükü dağını, Qanlı göl və Keçəl dağı da görə bilərsiniz. Ərazinin unikal biomüxtəlifliyi və özünə məxsus landşaftı var. Deyilənə görə bu yerlərdə yay aylarında 3 fəsli bir arada yaşamaq mümkündür. Kəndə yaxın məsafədə dağlardan süzülüb gələn şəlalə var. Bu yerlərə səfər eləyən hər kəs onu görüb saf suyundan içmək istəyir. Naxçıvanın Şahbuz rayonunun Kükü kəndinin çox gözəl havası və göz oxşayan mənzərəsi var. Onun daha bir təbiət gözəli gördüyünüz bu şəlalədir. Yerli sakinlər ona Kükü şəlaləsi deyirlər. Şəlalənin suyu dağlardan, qayalardan süzülən bulaqların suyundan əmələ gəlir və çox şəffafdır. Bura gəlib çıxmaq o qədər də çətin deyil. Odur ki, bu kəndə gələndə mütləq Kükü şəlaləsinin seyrinə gəlin. Suyu bol olduğuna görə şəlaləyə Gürbulaq da deyirlər. İlk başda tək görünən şəlalə əslində bir neçə mərtəbəlidir. Dağlara qalxdıqca daha çox və fərqli şəlalələri görmək olur. Dəniz səviyyəsindən təxminən 2000 metr yüksəklikdə yerləşən Kükü kəndi və onun ətraf mənzərəsi sizdə yadda qalan xoş təəssürat yaradacaq. Onu da deyim ki, bu ərazilərə ekoturizm və hiking turları da mövcuddur. Naxçıvanda şəlalələr kimi göllər də çoxdur. Bu bölgədə təbii olduğu kimi süni yaradılan göllər də az deyil.
Mənzərəsi ilə fərqlənən bu göllərin özünə məxsus yaraşığı var. Bənəniyar gölü Naxçıvanda məşhur göllərdən biridir. Naxçıvanda Haça dağının ətəyində göl var. Bənəniyar gölü. O süni göldür. 1989-cu ildə kənd təsərrüfatı torpaqlarını suvarmaq üçün salınan su anbarıdır. Su anbarının uzunluğu təxminən 960 metrdir. Onun özəlliyi ondan ibarətdir ki, Batabat gölündə olduğu kimi burada da ada var. Daha doğrusu adalar. Çünki su çəkildiyindən onların sayı artıq artıb. Bu adalarda cürbəcür quşlar yuva salıb. Bənəniyar gölünün seyrinə gələndə siz onları həm görə, həm də onların səsini eşidə bilərsiniz. Muxtar Respublikanın ən iri su anbarlarından olan bu göl Bənəniyar kəndinin ərazisində yerləşir. Kənd Əlincə çayının sağ sahilində, Zəngəzur silsiləsinin yamaçlarındadır. Bəzi ədəbiyyatlarda Bənəniyar, Bənənigar kimi də qeyd alınıb. Bənəniyar sözü dağ boynunda yarğan, dağ aşırımında çuxur yer mənalarını bildirir. Burada fərqli bir təbiət mənzərəsinin şahidi olacaqsınız. Uzaqdan görünən Haça dağının əksi suya düşəndə mənzərə cazibəsini biraz da artırır. Naxçıvanın rəmzləri diqqət çəkmək üçün sanki yarışa giriblər. Hər biri xüsusi diqqətə və dəyərə layiqdir. Bu simvollardan biri təyyarədən düşən kimi sizi salamlayan, Nuhun gəmisinin toxunduğu əfsanəvi Haça dağ və ya İlan dağıdır. Haça dağ tək Naxçıvan şəhərinin mərkəzindən deyil, Parisin Eyfili kimi hardan hətta Naxçıvanın bir çox şəhərlərindən baxsan belə zirvəsi aydın görünür. Haça dağ hündürlüyünə görə deyil, relyefinə görə ən çətin dağlardan sayılır. Çox dik olduğu üçün az adam tapılar ki, onun zirvəsinə gedib çıxa bilsin. Amma yaxşı bələdçiniz olsa, dağı fəth etməyə qərar verə bilərsiniz. Bizim kimi. Bura Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun ərazisində yerləşən Haça dağın ətəyidir. Bugün onu kəşf eləməyə gəlmişik. Bu dağın iki adı var. İlan dağ və Haça dağ. Yerli sakinlər burada daha çox ilanın olduğunu ilham eləyərək ona bu adı veriblər. Bəzən ilanlı dağ da deyirlər. Haça dağın isə öz hekayəsi var. Belə deyirlər ki, Peyğəmbər Nuhun gəmisi buradan keçəndə dağın zirvəsini iki hissəyə bölüb, yəni haçalayıb. O yüzden də ona bu adı veriblər, Haça dağ. Haça dağ Naxçıvanın simvollarından biri sayılır. Bu günləri onun zirvəsinə çıxmağa hazırlaşırıq və artıq yolun yarısını keçmişik. Düzdür, relyefinə görə bu dağı fəth eləmək çətindir, amma mümkündür. Biz də mümkün variantlardan istifadə edib onun zirvəsinə çıxırıq. Təbii ki, bələdçimiz də var. Əslində yolu yarı eləməyə hələ 1 saat var. Mən bunu sonra biləcəm. Dağlar adətən biraz kaprisli olurlar. Hər saat yaxşı hava olmur. Və ya deyilənə görə dağ səni gərək qəbul eləsin. Bizim bu faktlar sarıdan bəxtimiz gətirmişdi. Hava günəşli, zirvəyə doğru yol çətin olsa da çıxmaq mümkün idi. Bəzən daşlardan nərdivan pillələri kimi istifadə edirdik. Amma diqqətli olmaq lazımdır, çünki daşın altı boş ola bilər, yaxud daş sürüşə bilər. Çünki Haça dağın yolu hardan çıxırsan çıx, hansı marşrutu istifadə edirsən elə, fərqi yoxdur. O dik dağdır, yamaçları isə sıldırımdır. Onun zirvəsinə çıxmağın çətinliyi də elə bundadır. Haça dağın zirvəsini fəth eləmək üçün çox qərarlıydıq. Zirvəyə doğru xoş əhvalla, qısa fasilələrlə çıxırdıq. Bələdçimiz Salih Haça dağın zirvəsini 7 dəfə fəth edib.
Bu da bizi həm güvənli, həm də psixoloji olaraq rahat durumda saxlayırdı. Hansı ki, dağ turizm həvəskarları üçün bu vacib məsələlərdən biridir. Bələdçinin peşəkarlığı, yola yaxşı bələd olması, bir deyil, bir neçə marşrutu bilməsi yürüşü çevik və arxayın eləyir. Culfanın Kirna kəndindən 6 kilometr aralıda yerləşən Haça dağa qalxdıqca onun əzəmətini hiss eləyirsən. O bir təbiət möcüzəsidir. Reallıq və əfsanənin qovuşduğu, Naxçıvana xüsusi yaraşıq verən bir möcüzədir. Bünövrəsinin sahəsi 3 kvadrat kilometrə çatan Haça dağın zirvəsinə irəlilədikcə onun sehri biraz da artırdı. Zirvəsinin quruluşuna görə Haça dağı adlandırılan bu dağ haqqında əfsanələrin, rəvayətlərin sayı çoxdur. Bir çox insanları da məhz bu əfsanələr cəlb edir. Həmçinin zəngin flora və fauna aləminə malik Haça dağ ekoturistlərin, alpinistlərin və ekstremal yürüyüş həvəskarlarının həvəslə dırmanmaq istədiyi bir dağdır. Onun zirvəsinə doğru qalxdıqca açılan heyrətamiz mənzərələr isə xüsusi zövq verir. Onlar həyatımızda gördüyümüz mənzərələrdən çox-çox fərqlənir. Çətindir. Amma hiss eləyəndə ki, sən artıq zirvəyə yaxınlaşırsan, bir addım sonra belə bir dağın zirvəsinə çıxacaqsan. Oradan deyəcəksən ki, mən Naxçıvanda, Haça dağın zirvəsindəyəm. Salam Naxçıvan. Bax, o anı təsəvvür edib onun eşqi ilə enerji gəlir sənə və sən qalxırsan. Tədqiqatçılar Haça dağının qədim müşahidə məntəqəsi kimi istifadə edildiyi qənaətinə gəliblər. Deyilənə görə yaxınlaşan təhlükə haqqında burada yandırılmış ocaq vasitəsilə Əlincə qalasına, oradan isə digər qalalara məlumat verilirdi. Naxçıvanda Haça dağın zirvəsinə yürüşümüz davam edir. Biz hal-hazırda dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşirik. Dağın zirvəsinin hündürlüyü isə 2415 metrdir. Onu da qeyd edeyim ki, belə dağlara çıxanda mütləq bələdçilərin xidmətindən istifadə edin. Onlar sizin yürüşünüzü həm rahat, həm də təhlükəsiz edəcək. Hələlik isə biz yürüşümüzü davam edirik. Dağın bu hissəsinə yəhər deyilir. Dağın Haça hissəsinin arasıdır. Bura qədər bir neçə marşrut xətti var idisə, bundan o yana zirvəyə doğru bir yolla çıxacağıq. Bu yol biraz da dik və sərtdir. Artıq zirvəyə doğru yolun 3/4-ünü geridə qoymuşuq. Zirvəyə çatmağına az qalmağına baxmayaraq, çətin relyef yürüyüş vaxtını 2-3 dəfə uzadır. Dağa qalxanda müəyyən hissələrdə tikinti qalıqlarını görmək olur. Bunun müdafiə qurğusu olduğu ehtimal edilir. Onu xəbərləşmə qalasının ilkin müdafiə yeri adlandırırlar. Üst-üstə qoyulan daşların arasında bərkidici məhlul yoxdur. Son tunç və ilk dəmir dövrünə aid edilən təpəgöz tikilləri insanlarda heyrət yaradır. Bu daşların çəkisi 300, bəlkə də 500 kiloqram olar. Sanki qalanı nəhəng adamlar tikib. O, adi insan əməyinə oxşamır. Yolda çata-çata zirvədə belə daşlara rast gəldik. O iri sal daşlardır. Yuxarıdakılara baxın, onlar piramidaya oxşuyurlar. Bu möcüzədir. Bilməm, təbiətin möcüzəsidir, yoxsa insanların möcüzəsidir. Çox qəribə daşlardır. Bura çatanda, zirvəyə çata-çata onları görəcəksiniz və başınızı qaldırın, onlara baxın. Çox heyrətamizdir.
Haçadağ zirvəsinə doğru çıxdıqca sizi təəccübləndirəcək. O təəccübləndirən məqamlardan biri də odur ki, Naxçıvanda demək olar ki, şam ağacı yetişmir. O yeganə bir yerdə yetişir. O da burada, Haçadağın zirvəsində və ətəyində. Burada daha çoxdur və onlar təbii yolla əmələ gəliblər. Yəni heç kim bura gətirib bu ağacları əkməyib. Daşlı çınqıllı yollarla üzü yuxarı qalxaraq nəhayət gəlib Haçadağın zirvəsinə çıxdıq. Bundan gözəl nə hiss ola bilər ki, sən artıq Haçadağın, İlan dağın zirvəsindəsən və bir addım atırsan, sən 2415 metrlik zirvədəsən və belə çətin relyefi olan dağa çıxmısan. Nəhayət bu qocaman dağın zirvəsindən Naxçıvana baxacağıq. Bu dəfə biz Naxçıvanı məhz Haçadağın zirvəsindən kəşf edəcəyik. Bura Naxçıvanın vizit kartı sayılan Haçadağın zirvəsidir. Biz Haçadağın tam zirvəsindəyik. 2415 metr yüksəklik. Düzdür, bura gəlmək o qədər də asan olmadı, amma bu mümkündür. Buradan Naxçıvana gözəl bir panorama açılır. Buradan Naxçıvanın kəndləri, zirvələri, dağları, çayları aydın şəkildə görünür. Naxçıvanı bu zirvədən seyr eləmək gözəldir. Yaranma tarixi min illərə söykənən, neçə-neçə dastanların, əfsanələrin qəhrəmanı olan Haçadağ, Nuhun tufanından tutmuş yüzlərlə tarixi hadisələrə şahidlik edir. Onun zirvəsinə toxunmaq adamı çox həyəcanlandırır. Sanki adam böyük bir tarixə toxunur. Onun ruhunu hiss edir. Haçadağdan Naxçıvana açılan mənzərə də çox heyrətamizdir. Buradan Əlincə qalası, Əsabi Kəf dağı, Bənənyar gölü, Araz, Naxçıvanın kəndləri, bəzi şəhərləri belə aydın görünür. Naxçıvanın əsas rəmzlərindən biri sayılan Haçadağın zirvəsindən düşəndə yenə bir-birindən gözəl mənzərələrin şahidi olacaqsınız. Hətta burada dağ keçilərini belə görə bilərsiniz. Biz onları gözlə görsək də tez gizləndikləri üçün kameraya çəkə bilmədik. Haçadağın flora faunası da sizdə maraq oyadacaq. Limon ətirli kəhliyotunun ətri, Naxçıvanda rast gəlinməyən məhz burada görəcəyiniz şam ağacları, mamırlı sıldırım qayalar, nəhəng daş parçaları, tikililər yürüşümüzü çox zənginləşdirəcəkdir. Bu yürüşdə sizi yaşamadığınız emosiyalar, sərgüzəştlər gözləyir. Naxçıvanda Haçadağ zirvəsinə yürüş tək əzəmətli, nəhəng, zəhmli bir dağın kəşfi deyil, bu həm də özünüzün kəşfidir. Tək dünyanı, təbiəti deyil, özünü də kəşf edirsənsə, bu dərin bir təəssüratın nəticəsidir. Belə təəssüratlar həyata baxışımızı dəyişir, bizi tamamlayır. Məhz Haçadağda siz bunları yaşayacaqsınız. Azərbaycanın qədim bölgəsi olan Naxçıvana səyahətimiz davam edir. O bizi təbiəti, abidələri, şəhər və kəndləri, mətbəxi ilə hələ çox təəccübləndirəcək. Yeni kəşflərin ardınca Naxçıvanın qədim və çox məşhur Ordubad şəhərinə gedirik. Bu isə artıq yeni bir hekayənin başlanğıcıdır.